Azərbaycanda işsizlik aşağı həddə saxlanılır. Moskvaya böyük hücum. Qod Nisanovun bazarı belə vuruldu. Paşinyan Hikmət Hacıyevin Dilican səfərindən danışdı. Amerika Birləşmiş Ştatları ilə İran arasında müharibə bitdi. Razılaşmanın detalları. Azərbaycanda pensiya ilə bağlı mühüm qərar. 12 gün sonra Azərbaycan son bir neçə il ərzində bir sıra sosial dəstək paketlərini həyata keçirib. Axar TV xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda keçirilən İslam İnkişaf Bankı qrupunun 2026-cı il üzrə illik toplantılarının açılış mərasimində deyib. O bildirib ki, bu sosial dəstək paketləri ölkə əhalisinin 30%-dən çox hissəsini əhatə edib. Azərbaycanda yoxsulluq və işsizlik səviyyəsi təxminən 5% civarındadır. Bu məsələlər daim dövlətin diqqət mərkəzindədir. Əhalimizin sayı artdıqca yeni çağırışlar da meydana çıxır. Təəssüf ki, bir sıra ölkələrdə, o cümlədən bəzi müsəlman ölkələrində əks tendensiyalar müşahidə olunur ki, bu da əlavə sosial-iqtisadi çətinliklər yaradır. Belə şəraitdə yeni iş yerlərinin açılması, sosial infrastrukturun qurulması və əhalinin rifahının yüksəldilməsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycanda həyata keçirilən məqsədyönlü siyasət nəticəsində işsizlik səviyyəsi çox aşağı həddə saxlanılır. İyunun 18-i PUA hücumu nəticəsində Moskvadakı neft emalı zavodunda dəhşətli partlayış baş verib. Axar TV xəbər verir ki, bu barədə Rusiya Telegram kanalları görüntülər yayıb. PUA-nın zərbəsi ilə baş verən partlayış nəticəsində yanacaq çənlərindən birinin örtüyü havaya uçub. Hücum nəticəsində Moskvadakı Sadovod ticarət mərkəzində yanğınlar baş verib. Moskva meri Sergey Sobyanin də Sadovoddakı yanğınları təsdiqləyib. Onun sözlərinə görə, PUA qalıqlarının düşməsi nəticəsində ticarət mərkəzinin bir hissəsində yanğın baş verib. Qeyd edək ki, Sadovod ticarət mərkəzi Azərbaycan əsilli milyarder Qod Nisanova məxsusdur. Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan nümayəndə heyətinin seçkilərdən dərhal sonra Dilicana səfərinin səbəblərinə aydınlıq gətirib. Axar TV Müsavat.com-a istinadla xəbər verir ki, Paşinyan Prezident İlham Əliyevin köməkçisi Hikmət Hacıyevin Dilicana səfərinin müxtəlif söz-söhbətlərə səbəb ola biləcəyini əvvəlcədən anladığını bildirib. Onun sözlərinə görə, bu görüş bəzi dairələr tərəfindən 300 min Azərbaycanlının Ermənistana qayıdışına hazırlıq kimi təqdim edilə bilərdi. Bununla belə Ermənistanın baş naziri görüşün zəruri olduğunu vurğulayıb. O qeyd edib ki, əsas məqsəd regionda müharibə risklərini idarə etmək və yeni təhlükələrin qarşısını almaq olub. Ölkədə hələ də dənizdən dənizə Ermənistan ideyasını dəstəkləyən və Qarabağı geri qaytarmaq istəyən qüvvələr mövcuddur. Baş nazir hesab edir ki, belə çağırışlar gələcəkdə vəziyyəti yenidən gərginləşdirə bilər. O əlavə edib ki, Ermənistan yeni model üzrə ordu qurduğu bir vaxtda həmin qüvvələrin hakimiyyətə gəlməsi və ordunun müharibə partiyasının əlinə keçməsi ehtimalı narahatlıq doğurur. Paşinyan məhz bu səbəbdən Azərbaycan nümayəndə heyətinin seçkilərin yekunlaşmasından dərhal sonra Dilicana səfər etdiyini bildirib. Amerika Birləşmiş Ştatları ilə İran arasında anlaşma memorandumunu hər iki ölkənin prezidenti elektron qaydada imzalayıb. Axar TV xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai məlumat yayıb. Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump da Vaşinqton və Tehran arasında qarşılıqlı anlaşma memorandumunun imzalandığını təsdiq edib. Bəli, o imzalanıb, deyə Birləşmiş Ştatların rəhbəri Fransa prezidenti Emmanuel Macronla Versal sarayındakı görüşündən sonra bildirib. Mən onu Versalda imzaladım, deyə Trump vurğulayıb. Axar TV anlaşma memorandumunu təqdim edir. Amerika Birləşmiş Ştatları və İran bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dərhal və tam dayandırılması barədə razılığa gəlib. Tərəflər bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət edəcəyini, daxili işlərə qarışmayacağını bəyan edib. Amerika Birləşmiş Ştatları və İran yekun razılaşma üçün 60 günlük danışıqlar prosesinə başlamağı öhdəsinə götürüb. Amerika Birləşmiş Ştatları İrana qarşı tətbiq olunan dəniz blokadasının mərhələli şəkildə ləğvinə başlayacaq. İran Hörmüz boğazından ticarət gəmilərinin təhlükəsiz və maneəsiz keçidini təmin etməyə çalışacaq. Vaşinqton İranın yenidən qurulması və iqtisadi inkişafı üçün 300 milyard dollarlıq plan hazırlayacağını açıqlayıb. Amerika Birləşmiş Ştatları İrana qarşı tətbiq edilən bütün növ sanksiyaların ləğvini nəzərdə tutur. İran nüvə silahı əldə etməyəcəyini bir daha təsdiqləyib, tərəflər nüvə proqramı üzrə danışıqları davam etdirəcək.
Yekun razılaşma əldə olunana qədər mövcud status quo-nun qorunması barədə razılıq əldə edilib. Amerika Birləşmiş Ştatları İran nefti və neft məhsullarının ixracı üçün müvəqqəti güzəştlər tətbiq edəcək. Vaşinqton İranın dondurulmuş aktivlərinin istifadəyə verilməsi öhdəliyini götürüb. Memorandumun icrasına nəzarət etmək üçün xüsusi mexanizm yaradılacaq. İlk mərhələ öhdəlikləri yerinə yetirildikdən sonra tərəflər yekun saziş üzrə danışıqlara başlayacaq. Yekun razılaşmanın BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə təsdiqlənməsi planlaşdırılır. 2026-cı il iyulun 1-dən qadınların pensiya yaşı 65-ə çatır və Azərbaycanda qadınlarla kişilər üçün pensiya yaşı eyniləşir. Bu məsələ cəmiyyətdə müzakirələrə səbəb olub. Bəziləri bunu gender bərabərliyi kimi qiymətləndirsə də, qadınların ailə və uşaqlara qulluq yükünü nəzərə alanlar fərqli düşünür. İqtisadçı Elçin Rəşidov Qlobal Infoza bildirib ki, pensiya yaşının müəyyənləşdirilməsində gender bərabərliyi vacib prinsip olsa da, yeganə meyar olmamalıdır. Onun sözlərinə görə orta ömür uzunluğu, insanların əmək qabiliyyətini hansı yaşa qədər qoruması və pensiya sisteminin maliyyə dayanıqlığı da nəzərə alınmalıdır. Ömür uzunluğu artdıqca ya pensiya yaşı mərhələli artırılmalı, ya da sistemin dayanıqlığını qoruyan başqa mexanizmlər tətbiq edilməlidir. Ekspert qeyd edib ki, insanlar uzun illər tamştat işlədikdən sonra birdən-birə əmək bazarından ayrılırlar. Halbuki əmək qabiliyyəti bir anda itmir. Buna görə də pensiyaya keçidin mərhələli şəkildə həyata keçirilməsi daha məqsədə uyğun olar. Məsələn, 60-62 yaşdan etibarən iş yükü azaldılaraq yarımştat rejiminə keçid təmin edilə, sonrakı illərdə isə tam pensiyaya çıxmaq mümkün ola bilər. İş yükünün 75, 50 və 25% səviyyələrində mərhələli azaldılması da tətbiq edilə bilər. Rəşidovun fikrincə, belə model həm psixoloji, həm də iqtisadi baxımdan faydalıdır. İnsanlar sosial həyatdan uzaqlaşmır, müəyyən qədər əmək haqqı almağa davam edir. Gələcək pensiya təminatlarını gücləndirir və pensiya fondunun yükü azalır. O hesab edir ki, qadınlar üçün də pensiya yaşını birdən-birə artırmaq əvəzinə iş yükünün daha erkən yaşdan azaldılması və mərhələli keçid daha uyğun yanaşma ola bilər. Ekspert əlavə edib ki, yaşlı işçilərin böyük təcrübəsi iqtisadiyyat üçün dəyərli resursdur. Onlar tamştat işləyə bilməsələr də, azaldılmış iş qrafiki ilə bilik və təcrübələrini bölüşə bilərlər. Həmçinin uşağa, yaşlıya və ya xəstəyə qulluq edən şəxslərin üzərinə düşən sosial yük nəzərə alınaraq, əlavə güzəştlərin tətbiqi məqsədə uyğun olar. Onun fikrincə, daha çevik və insan yönümlü pensiya sistemi həm vətəndaşların rifahına, həm pensiya fondunun dayanıqlığına, həm də iqtisadiyyatın inkişafına müsbət təsir göstərə bilər.